Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Rusiyanın Belqrad vilayətində hərəkətdə olan avtomobil Ukrayna tərəfinin dron hücumuna məruz qalıb. Nəticədə nəqliyyat vasitəsindəki 2 nəfər həlak olub, 3-ü isə yaralanıb. Bu barədə vilayətin qubernatoru Vyacheslav Gladkov məlumat verib. Ukraynanın Dnepropetrovsk vilayətində isə dron yaşayış evinin üzərinə düşüb. Hücum nəticəsində azyaşlı qız həlak olub. 2019-cu il təvəllüdlü daha bir qız uşağı xilas edilərək həkimlər təhvil verilib. Onların valideynləri xəsarət alsalar da xəstəxanaya yerləşdirilməkdən imtina ediblər deyə xilas edicilər bildiriblər. Kiyevdə isə dron qalıqlarının düşməsi nəticəsində bir neçə yerdə, o cümlədən 3 mərtəbəli istirahət mərkəzində yanğın baş verib. Bu barədə paytaxt meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə bir qadın xəsarət alıb.